Namazda fikrin yayınmaması üçün nə etmək olar? Namazda insanlar əlbəttə müxtəlifdir, amma sıfırdan başlamaq üçün ən yaxşı üslublardan biri budur ki, insan namazın həsrətini çəkə. Günləri. Həsrətini çəkə. Namaz vaxtına tez-tez baxa. Namazdan öncə hazır ola. Namaza hazırlaşmağı dəstəmazdan başlaya. Əli Rəssam dəstəmaz alanda bədəni titrəyərmiş. Bəlkə yəni nə məsələdir? Həzrət buyurmuşdur. Kimdən görüşə gedirəm? Kimdən görüşə gedirəm? Yəni ordaykən diqqət eləyə. Dəstəmazda ala 5 dəqiqə namazdan öncə gedə əyləşə. Biraz istiğfar eləyə. Qəlbindən biraz bu dünyavi fikirlər falan bunları çıxarda. Məsələn 5 dəqiqə 10 dəqiqə bundan qabaq müəyyən dünyavi şeylərdən danışırdı, fikirləşirdi. Gələ 5 dəqiqə bir balaca qəlbini hazırlaya. Qəlbini hazırlaya və namazda yavaş-yavaş indi insanlar müxtəlifdir. Yavaş-yavaş yəni sıfırdan başlayanda bu cürdür də sözlərə diqqət eləyə. Səy eləyə. Niyyətin özü çox mühüm məsələdir. İnsan niyyəti buna qoyar ki, mənim fikrim dağılmaya. Diqqət eləsin. Bəla budur ki, əksər insanlar əsən bu fikri heç düşünmürlər. Elə necə gələ qıldı, qutarı getdi, namazda da fikir orada, burada. Yəni heç bir narahatçılıq yoxdur. Amma bir adam ki, bəli, istəsə çatar. Mən cəddə və cəd. Hər kim ciddiyyət olsa onu tapacaq, onu istəyəcək. Allah onu. Bir adam niyyət elə, istəyə və üstündə məşğul olsa, namazın zahirinə riayət elə. Birinci bədənin xuzu halı bədənə aiddir. Bəli. Fikrini cəmləyə, düz, yəni diqqət eləyə, ora-bura baxmaya, yönətməyə. Hətta buyururlar bəzi şeylər ki, var insan fikrini yayındırır, qabağında elə şeylər olmuyor da. Yığışdır onları. O cürünə xuzu halını bədənin zahirinə əgər insan o cür yarasa, yavaş-yavaş o sirayət edir qəlbin halına. Onun ki, ona xuşu deyirlər, xaşi olma. Xuzu bədənin halıdır, xuşu qəlbin halıdır. Yavaş-yavaş bədəni, qəlbi, ruhu o xaşi olar, xuşu halı tapar. O Allahın əzəmətini yavaş-yavaş dərk eləyər. Allahın əzəmətini insan çox əcib bir varlıqdır. Həqiqətən də Allah insana Qur'an göndərir. Namazda da insan Qur'an oxuyur. Qur'an oxuyur. Həqiqətən də Allahın kəlamı, məxsusən Fatihə surəsində. İmam Sadiq əleyhissalam namazda qəşş elədi. Ailəndə söylədilər, nə olur? Deyir, o qədər deyir, neçə dəfə təkrar elədim, zahirən Maliki yevmiddin, Maliki yevmiddin, Maliki yevmiddin. Deyir, əsl o Allahın özündən eşidirdim bunu. Allahın kəlamı da axı, Maliki yevmiddin. Allahın özündən eşidirdim, onun üçün qəşş elədim. Allahın özündən, yəni mən yox. O Allahda fani olan insanlar bu cürdür. O görür, o dərk edir ki, görən mən deyiləm, eşidən mən deyiləm, danışan mən deyiləm. Namaz qılan abidlə məbud orada fənaya çatır. Vəhdə abid kimdir? Odur, İyyaka nəbudu və İyyaka nəstəin odur. Nəinki o nəbududa biraz məniyyət ki, yatıb, nəstəin onun ki, hər nə var odur, onun inayətidir. Odur, bu bəzi o müstəqil və qeyri-müstəqil olmaq. Fəqət Allahdır müstəqil varlıq.